Herkese salam. Bugün sizinle birlikte İngilisli 6. sınıf səhifə 42 izahına baxırıq. Burada bizə belə bir tekst verilib. Gəlin ki, önce bunu oxuyaq və tərcümə edək. Daha sonra isə çalışmaların izahına baxaq. Mom, Dad, Alice and I are traveling around France. Anam, atam, Alice və mən Fransanı gəzirik. This is our last day at the campsite near Avignon in Provence. We were in the city this morning. Dad was on Saint Benedict Bridge. Can you see him? Bu, Provence'dakı Avignon yaxınlığındakı düşərgədə son günümüzdür. Bu səhər biz şəhərdə idik. Ata Saint Benedict körpüsündə idi. Onu görə bilirsinizmi? The road trip through Provence was awesome. The lavender is beautiful. Look at all the colors. Even old Melinda was beautiful in the countryside. Provence ilə səyahət möhtəşəm idi. Lavanda gözəldir. Bütün rənglərə baxın. Hətta qoca Melinda da kənddə gözəl idi. Bonjour, here we are at the campsite at Serinan Beach. My sister Elise and I were at the beach all morning, sunbathing and swimming. There is a great bakery at the campsite. Every morning we buy pastries for breakfast and today we bought baguettes for a picnic. Bonjour, budur. Serinan çimərliyində düşərgədəyik. Bacım Alice və mən bütün səhər çimərlikdə idik. Günəş vannası qəbul etdik və çimirdik. Düşərgədə əla çörək var. Hər səhər yemək üçün biz çörək alırıq, şirniyyatlar alırıq. Bugün isə piknik üçün baget aldıq. Baxın, bu bagetli yeməyin növüdür. Çörək növüdür. Say hello to the Loire Valley. There are bike paths everywhere. You can rent electric bikes and ride all day. Laura vadisində salam deyin. Hər yerdə velosiped yolları var. Siz elektrik velosipedlərini icarəyə götürüb bütün gün gəzə bilərsiniz. This is my mom by the Loire River after our bike ride. The Loire Valley was my favorite place on our holiday. Velosiped sürməyimizdən sonra Laura çayının sahilindəki anamdır. Laura vadisi tətilimizdə ən çox sevdiyim yer idi. Teksti oxuduğum isə keçirik çalışmaların izahına. Look at Sophie's travel journal. Choose the correct options. Deməli, burada dedik ki, Sofiyanın səyahət jurnalına baxın və doğru variantları seçin. It's about Sophie's trip to Paris around France. Yəni, Sofiyanın səyahəti haradaydı? Nə haqqındaydı? Paris yoxsa ki, Fransa ətrafı? Olmalı da burada Frans. Çünki burada deyir ki, Fransanı gəzirək. Yəni, tək Paris şəhəri deyil. Daha sonra, she was with her friends, family. O, ailəsi ilə idi, yoxsa ki, dostları ilə. Ailəsi ilə idi. Family-ni qeyd edirik. They traveled by bike and camper. Deməli, onlar nə ilə səyahət edirdilər? Camperla. Yəni, velosipedi sadəcə olaraq orada sürüblər. Bütün səyahəti velosipedlə etməyiblər. İndi isə burada baxırıq 3-cü çalışmanın izahına. Read the travel journal again. Choose the sentence that is not correct. Deyir ki, səyahət jurnalını yenidən oxuyun. Düzgün olmayanı seçməliyik. It is about a holiday in the countryside. Bu doğrudur. Yəni, kənddə tətil haqqındadır. Onlar daha çox şəhərdə yox, şəhər kənarındadılar. It is organized into days. Bəli, tək bir gün deyildi, bir neçə gün təşkil edilmişdi. It combines text and images. Bəli, mətin var və şəkillər var, doğrudur. It doesn't present Sophia's opinions about the places. Bu səhvdir. Burada deyir ki, indi Sofiyanın yerlər haqqında fikirləri yoxdur. Xeyr, o yazıb, o paylaşıb. Bunlar onun fikirləridir deyə burada səhv olan hansıdır? Dördüncüdür. Dördü işarələdik. İndi isə keçirik 4-cü çalışmaya. Number the events in Sophia's trip in order from 1-6. Baş verən hadisələri, Sofiyanın səyahətində baş verən hadisələri ardıcıllıqla sıralamalıyıq. Baxın, birinci burada D variantı gəlib. 1 week stay at the campsite near Avignon. Bəli, onlar birinci Avignonda düşərgədə qalıblar. İlk həftənin. Daha sonra ikinci burada olmalıdır. İkinci olaraq onlar körpüyə baş çəkiblər. Visit to the bridge in Avignon. İkinci F olacaq. Üçüncünü axtarırıq indi. Provence ətrafında səyahət. Road trip through Provence. 3. Dördüncü olaraq onlar çimərlikdə üzüblər. Go swimming at the beach. Bu dördüncü olacaq.
Daha sonra picnic lunch, bu 5'dir. Bike ride around the Lower Valley. Ən sonda isə velosiped turu, bəli, burada olacaq 6. Ardıcıllığı yazdıq. Deməli, birinci D oldu, ikinci F, 3 Y variantı, 4 B variantı, 5 C variantı, 6 isə E variantı. İndi isə baxırıq 5-ci çalışmaya. Match the words one for with their definition A and D. Bizə burada sözlər verilir və qarşısında definitionları verilmişdir. Biz sözlərlə definitionları uyğunlaşdırmalıyıq. Baxaraq birinci sözə bike path. Deməli, burada velosiped yolu. Bura uyğun gedəcək təbii ki də C variantı. Niyə? Burada yazılıb ki, special road for people to ride their bikes. Bəli, insanların velosiped sürməyi üçün xüsusi bir yoldur. 1-ə yazırıq C-ni. 2-yə baxırıq campsite. Burada uyğun olacaq. Burada kamp düşərgə yeridir, yəni place where you can go camping on holiday. B variantı, yəni kamp etdiyimiz yerdir, kampa getdiyimiz yerdir. Road trip. Bunu axtarırıq indi. Road trip nəqliyyatla edilən səyahətdir, yəni long journey or holiday in a vehicle. Bəli, təkərli nəqliyyatla edilən uzun səyahət, road tripdir bu. Uzun yol səyahəti. Yazırıq bura 3-cüyə. 4-ə baxırıq sunbathing. Burada qaldı D variantı. Gəlin D-yə baxaq. Sitting or lying in the sun. Bəli, günəşdə oturmaq və yaxud da ki, uzanmaq. Nə oldu? Günəş vannası, sunbathing. 4-də uyğun gəlir. D variantı. İndi isə burada sing var. Belə bir şey. Gəlin bura baxaq. Burada deyir ki, imagine you are on road trip in a camper with your family. What do you like? What don't you like? Deyir ki, düşün ki, sən ailənlə birlikdə səyahətdəsən, tətildəsən. Nəyə etməyi xoşlayırsan, nəyə etməyi xoşlamazsan. Burada öz fikirlərinizi yaza bilərsiniz. Məsələn, kimisi velosipedlə gəzməyə xoşlayır, kimisi isə yox. Kimisi tarixi yerlərə getməyi xoşlayır, məsələn, körpüyə baxmağı xoşlayır, kimisi isə xoşlamır. Öz fikirlərinizi bura qeyd edə bilərsiniz. İndi isə baxırıq 44-cü səhifənin izahına. Read and listen to Pedro and Mike where were they on holiday. Burada bizə belə bir dialoq verilir. Biz bu dialoqu oxumalı və onların harda tətildə olduğunu tapmalıyıq. Gəlin baxaq. Hey Mike, how was your holiday? Salam Mike, tətiliniz necə keçdi? It was great. Əla idi. I was at campsite on the beach. Biz çimərlikdə düşərgə yerindəydi. You can go swimming deyə sən orada üzə bilərsən. What about you? Bəs siz? I was at my grandparents' house in the countryside. Mən kənddə nənəmgilin evində idim. How was it? Necə oldu? It was great. Əla idi. There was a big party in the town. Böyük bir şəhərdə parti var idi. Wow, that sounds fun. O yaxşı səslənir. Əyləncəli səslənir. İndi isə baxırıq. Pedro və Mike hardadılar? Deməli, burada Mike tətilində gedir. Campsite-a, düşərgə yerinə gedir və deyir ki, sən orada üzə bilərsən. Yəni, çimərlikdə keçirir tətilini, beach, çimərlikdə. Pedro isə nənəsi və babası gəlin evində keçirdir tətilini şəhər kənarında, yəni kənddə. İndi isə 2-yə baxırıq. Complete the mini dialogues with the expressions below. Bizə aşağıda qısa bir dialoq verilib. Biz bu dialoqu oxumalı və cümlələri burada verilmiş sözlərlə tamamlamalıyıq. Great, əla, hey. Daha sonra isə what about you? Hey, salam deməkdir. What about you isə bəs sən, bəs siz. My holiday was really nice. Mənim tətilim həqiqətən də əla idi. İndi gəlin bunu tamamlayaq ki, bu yerə biz sözlərdən hansını yerləşdirə bilərik. Ola bilər ki, great. Məsələn, qarşımdakı insan mənə deyir ki, mənim tətilim yaxşı keçdi. Mən deyirəm ki, əla. Bura yazıram great. B-yə. 2-yə baxıram. I was at home all summer. Bütün yay mən evdə idim. Digər isə cavab verir ki, I was at my aunt's house in the countryside. Mən kənddə xalamgilin evində idim. Yəni, burada soruşur ki, bəs sən haradaydın? Ona görə what about you qeyd etməliyik bura. What about you. Digərinə baxıram. Marina, where were you? I was at the swimming pool. Burada olar ki, hey. Salam Marina, sən haradaydın? Mən üzgüçülük hovuzunda idim. Davam edirik indi. Burada 4-cü
Çalışmada listen and repeat the compound nouns, copy the words in your notebook and underline the stress word or part of the word. Deməli, burada nə deyir? Burada verilmiş mürəkkəb sözləri səsləndirməliyik, tələffüz etməliyik. Sonra burada verilmiş sözləri dəftərinizə köçürürsünüz. Vurğu hara düşürsə, həmin sözün altından xətt çəkməliyik. Mürəkkəb sözlərdə bir sözə vurğu daha çox düşür. Biz həmin sözü tapmalıyıq ki, vurğu hara düşdü. Məsələn, birincidə bike pass. Tələffüz edirik ki, vurğu hara düşüb? Bike sözünə. İkincidə campsite. Campsite. Camp sözünə düşdü. Dəftərinizə yazırsınız və campin altından xətt çəkirsiniz. 3-ə baxırıq. Road trip. Road trip. Road sözünə düşür vurğu. 4-cüdə skate park. Skate sözünə. 5-cidə street market. Vurğu street sözündədir. Sonuncuda isə swimming pool. Vurğu swimming sözündədir. 5-də deyir ki, listen to the dialogue again and practice with a partner. Dialoqu yenidən dinləyin və öz sinif yoldaşınızla praktika edin, məşq edin. Burada aiddir yuxarıda verilmiş dialoqa. Baxın, burada verilmiş dialoqa. İndi isə burada 6-cı çalışmaya baxırıq. Deməli, burada 6-cı çalışmada role play a new dialogue. Follow the steps. Bir role play etməlisiniz. Yeni bir dialoq yaratmalısınız. Bu yeni dialoqu yaradarkən aşağıda verilmiş addımlara diqqət etdirmək lazımdır. Birinci belədir. Change the words in blue in exercise 1 to write a new dialogue in your notebook. Bizə yuxarıda belə bir dialoq verilib. Baxın, bayaq biz bunu oxuduq və tərcümə etdik. Amma burada bəzi sözlər gördüyümüz kimi mavi hərflərlə verilmişdir. Biz mavi hərflərlə verilmiş sözləri dəyişməliyik. Ora istədiyimiz bir şey əlavə edə bilərik. Daha sonra isə dialoqu dəftərimizə köçürməliyik. İkinci addım olaraq practice your dialogue with a partner. Öz sinif yoldaşımızla bu dialoqu məşq etməliyik. Present your dialogue to the class. Sonuncu addım olaraqsa yazdığımız dialoqu, hazırladığımız dialoqu sinif qarşısında təqdim etməliyik. Gəlin indi burada verilmiş dialoqu dəyişək. Mən dəyişmişəm. Siz əgər istəsəz, ora başqa sözlər də əlavə edə bilərsiniz. Və yaxud da elə mən yazdığımı da qeyd etmək olar. İndi bura bunu yazım. İzahını verəcəm sizə. Baxın, burada belə bir dialoq yazmışam. Hey Jack. Burada Mike sözü mavi hərflə verilib. Mike'ı dəyişmişəm Jack'lə. How was your holiday? It was nice. Great verilmişdi. Mən great'i dəyişdim nice sözü ilə. I was at a mountain hotel. Campsite, çimərlikdə olan campsite'ı dəyişdim mountain hotel. Dağ oteli ilə. You can go hiking there. Üzməyi dəyişmişəm go hiking, gəzintiyə getməklə. What about you? Bəs sən? I was at my uncle's house in the village. Nənə və babanın evini dəyişmişəm uncle's house, əmimin evində. Countryside isə village sözündən dəyişdim. How was that? Necə idi? It was nice. Yenə də great nice-dan dəyişmişəm. There was a big festival in the village. Party-ni festivalla dəyişmişəm. Wow, that sounds fun. Əyləncəli səslənir. Bu isə olduğu kimi qalmalıdır. Siz bunu köçürə də bilərsiniz. Əgər başqa ideyanız varsa, onu da yaza bilərsiniz. İndi isə baxaraq 45-ci səhifənin izahına. Burada verilmiş teksti oxuyaq, tərcümə edək. Daha sonra isə çalışmaların izahına baxaq. Why visit? Niyə ziyarət? Patagonia is Argentina is one of the most beautiful places in the world. Argentinadakı Patagonia dünyanın ən gözəl yerlərindən biridir. What to see? Nə görə bilərsiniz? The incredible glacier, the Perito Moreno. İnanılmaz buzlaq, Perito Moreno. One of the only glaciers in the world that it's still growing. Dünyada hələ də böyüyən yeganə buzlaqlardan biridir. And don't forget to visit the village of El Chalten to go hiking there. El Chalten kəndində baş çəkməyi və orada gəzintiyə çıxmağı unutmayın. When to go? Nə vaxt getməyə lazımdır? In the summer from November to early March. Yaz aylarında noyabrdan martın əvvəlinə qədər. The average temperature in the summer is 12 Celsius
Temperatures are lower in the mountains, but the sun can be strong. Yayda orta temperatur 12 dərəcədir. Dağlarda temperatur daha aşağıdır, lakin günəş güclü ola bilər. What to bring, nə gətirməliyik özümüzlə? A windbreaker, küləkdən qoruyucu. A pair of gloves, bir cüt əlcək. A winter hat, qar papağı. A sun hat, günəş papağı. And hiking pants. Water resistant are the best. Və yürüyüş şalvarı, suya davamlı olanlar ən yaxşısıdır. Light items always. Və həmişə yüngül əşyalar. Oxuduq və tərcümə etdiyinizə gələn çalışmaların izahına baxaq. Look at the blog, check what it is about. Bloga yenidən baxmalıyıq və nə haqqında olduğunu tapmalıyıq. A story about Patagonia. Patagonia haqqında hekayə. A travel agency, səyahət agentliyi. Recommendation for a trip. Səyahət üçün tövsiyələr. Biz oxuduq və bizə bəlli oldu ki, burada daha çox səyahət üçün tövsiyələrdir. Ona görə də çünki deyir ki, niyə getməlisən, nələri görməlisən, nə vaxt getmək daha yaxşıdır, nə aparmalısan yanında. Ona görə doğru cavab olacaq recommendation for a trip. Bu variantı seçdik. İndi isə burada baxırıq ikinci çalışmaya, gəlin ikiyə də baxaq. Where is Patagonia? Patagonia hardadır? Argentinada. It is in Argentina. It is in Argentina. What places does the blog recommend? Deyir ki, vlogda hansı yerlər təklif edilir, haraları görməyi. Orada buzlaq var idi, Perito Moreno buzlaqları və bir də kənd, El Chaltén kəndi. Adlarını yazırıq. The Perito Moreno Glacier and the village of El Chaltén. The Perito Moreno Glacier and the village of El Chaltén. Baxın, yuxarıda verilənlər. Perito Moreno və El Chaltén'də. When is summer in Patagonia? Patagonia'da yay nə vaxtı? From November to early March. Noyabrdan Martın əvvəlinə qədər. From November to early March. Are the people in the images wearing the right clothes? Deyir ki, şəkildə göstərilən insan doğru geyinib. Çünki orada bəzi tövsiyələr verirdi. Yürüyüş şalvarı, papaq qoyulmalı idi, əlcək taxılmalı idi. Baxırıq ki, bəli, doğru geyinib. Ona görə yes, they are. Orada verilmiş, şəkildə verilmiş insanlar doğru geyiniblər. Yes, they are. Qeyd etdiyi bura. İndi davam edirik üçüncü çalışma ilə. Write a travel blog. Burada isə deyir ki, səyahət vlogu yazmalıyıq. Choose the place to write about. Yazmaq istədiyimiz yeri seçirik. Collect information about the place. Yer haqqında məlumatlar toplayırıq. Daha sonra isə find or draw images to illustrate the blog. Vlogumuzu bəzəmək üçün isə şəkillər tapıb yerləşdirməliyik. Mən nümunə kimi hal-hazırda burada bir vlog paylaşacağım. Siz istəsəz bura onu əlavə edə bilərsiniz. Və yaxud əgər istəsəz özünüzdən də hər hansısa bir yeri yaza bilərsiniz. Aha, baxırıq bura. My trip to Cappadocia. Cappadocia'ya səyahət. Cappadocia is in Turkey. Cappadocia Türkiyədədir. It is a very beautiful and interesting place to visit. Ora baş çəkmək üçün gözəl və maraqlı bir yerdir. There are amazing rock formations and old caves everywhere. Hər yerdə heyrətamiz qaya formaları və qədim mağaralar var. You can go on a hot air balloon ride in early morning. Sən səhər tezdən hava şarı ilə uça bilərsən. The view is fantastic. Mənzərə fantastikdir, möhtəşəmdir. You can also visit Göreme and explore the underground cities. Sən Görəməyə baş çəkə bilərsən və yeraltı şəhərləri kəşf edə bilərsən. They are exciting and a little mysterious. Onlar həyəcanlı və biraz sirlidir. The best time to go in spring or autumn. Ən yaxşı vaxt yaz və payızdır. The weather is warm and nice. Hava isti, ilıq və gözəldir.
Take comfortable shoes, a light jacket and a hat. Deyir ki, rahat ayaqqabılar, yüngül jaket və papaq götürün. Cappadocia is a perfect place for an unforgettable holiday. Kapadokiya unudulmaz bir tətil üçün əla yerdir. Bu formada köçürə bilərsiniz. Burada yazdıqlarımı. Daha sonra 4-cüyə baxırıq. Switch your blog with a classmate and check their work. Use the checklist below. Aşağıda verilmiş title, question and images. Öz sinif yoldaşımızla bloqlarımızı dəyişib və bir-birimizin işini yoxlamalıyıq. Baxmalıyıq, başlıq var, suallar var, şəkillər var. Bunlara baxırıq. Labels for the images. Şəkillər verilib ya yoxdur. Etiketlər var ya yoxdur. Short sentence, qısa cümlələr var ya yoxdur. Bunlara əsasən yoxlamalıyıq.